Salam əziz və dəyərli müştərilərimiz, hər vaxtınız xeyirli olsun. Məndən kredit növü istəyən müştərilər sizin üçün tam uyğun təklif tapmışam. Deməli, Maşdağada, Savalan yaşayış masivi 2-ci kvartalda. Can marketdən hardasa bir 300-400 metr məsafədə, Elbrus kafedən 500-600 metr məsafədə, 197 nömrə marşrut xəttindən 500-600 metr məsafədə 5 sot torpaq sahəsinin üzərində inşa olunmuş 3 otaqlı evimiz kreditlə də satılır, nağdı da satış mümkündür. Nağdı qiyməti 59 min manat, kreditlə 35 min qabağı aylıq 750 manat, ümumi məbləğ 66 min manat. Keçək inşallah sizi evlə tanış eləyim. Bütün sayğacları var. Qazı, suyu, işığı, hamısı sayğacla vardır. Həyət ümumi 5 sotdur. Qeyd edim ki, bu hissə hasara alınmalıdır. Bu hissələrdə hasarı 3-4 daş qaldırmaq lazımdır. Həyətinə maşın daxil ola bilir. Evimiz yerdən 6 daş kürsüldür. Kombisi oradadır. Əlavə su bakı var. Həmçinin zirzəmisi də var. Evin yanına, arxasına keçmək mümkündür. Evin görünüşü olmasa da çox möhkəm tikilmiş evdir. Şəxsi tikili evdir. Keçək sizi evlə tanış edeyim. Evin girişi dəhliz. Burada evin sanitar qovşağı var. Sanitar qovşağı isti döşəmə nəzərdə tutulub. Ümumi otaqlar radiatorla qızdırılır. Burada xudmanı bir mətbəximiz. Ev ümumi 100 kvadratdır. Hər tərəfdən qoşa daşla tikilib. Mətbəx də isti döşəmə ilə qızdırılır. Burada evimizin qonaq otağı. Geniş qonaq otağı var. Evdə müəyyən kosmetik təmir işləri qalıb. Divar kağızı vurulmalıdır və qapılar qoyulmalıdır. Şəxsi tikili evdir. Qeyd edim ki, ikinci mərtəbəni qaldırmaq mümkündür. Keçək yataq otaqlarına sizi tanış edeyim. Burada bir yataq otağımız. Burada isə ikinci yataq otağı. Dəyərli izləyicilərimiz, Maşdağada Savalan yaşayış masivi 2-ci kvartal. Şəhər yolunun üstü, Kanal Marketin yaxınlığı, Kanal Marketin hardasa 1400-1500 metr məsafədə yerləşir. 192 nömrəli marşrutdan 500-600 metr məsafədə. Çox düşmə təklifdir, 35 minlik ödənişlə. Aylıq 750 manat ödəməklə bu evə sahibi ola bilərsiniz. Ümumi məbləğ 66 min. Nağd satış qiyməti isə 59 min manat. Real alıcı ev sahibi tərəfindən cüzi endirimimiz də var. Bu fürsəti əldən verməyin. Sağ olun, sağ olun.